İstifadəçilər sənədi yaradıb, onu kompüterdə yaddaşa verib saxlamaqdan əlavə, həm də onu digər şəxslərə də göndərə bilərlər. Bu məqsəd üçün əlavə proqramlardan istifadə etmədən proqram daxilindəki imkanlardan istifadə etmək olar. Əgər hazırladığınız sənədi elektron poçt vasitəsilə göndərmək istəyirsinizsə, onun üzərində işinizi tam yekunlaşdırdıqdan sonra fayl bölməsinə daxil olun. Buradan isə Save and Send əmrlər qrupuna daxil olaraq Send using email seçimini edirsiniz. Seçimdən sonra sizə müxtəlif variantlar təklif olunacaqdır. Məsələn, əgər Send as Attachment seçimini edəriksə, sənədi məktuba bir əlavə olaraq birləşdirib göndərə bilərik. Nəzərinizə çatdırım ki, proqram daxilindəki elektron poçt ilə göndərmək funksiyasını istifadə etmək üçün qabaqcadan Microsoft Outlook proqramında göndərənin elektron poçt ünvanının bir hesab olaraq qeydiyyatdan keçməsi vacibdir. Əgər siz bu qeydiyyatı artıq aparmısınızsa, bu düyməyə basaraq əməliyyatı davam edə bilərsiniz. Qarşınızda yeni məktubu yazmaq üçün pəncərə açılacaqdır. Və gördüyünüz kimi hazırladığınız sənəd də məktuba əlavə edilmişdir. Məktubu göndərəcəyimiz şəxsin elektron poçt ünvanını buraya yazaraq Send düyməsinə basıb göndərə bilərik. Yox, əgər təqdimat faylını PDF formatında göndərmək istəyirsinizsə, Send as PDF seçimini və ya XPS formatında göndərmək istəyirsinizsə, Send as XPS düyməsinə basa bilərsiniz. Gəlin baxaq. Deyək təqdimat faylını PDF formatında göndərmək istəyiriksə, Send as PDF düyməsinə basırıq. Yenə də qarşımızda yeni məktubu yazmaq üçün pəncərə açılacaqdır. Və diqqət etsəniz, hazırladığımız sənəd PDF formatına çevrilərək bir əlavə olaraq məktubumuza birləşdirildi. Məktubu göndərəcəyimiz şəxsin elektron poçt ünvanını buraya yazaraq Send düyməsinə basıb göndərə bilərik.